Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'ine. Əmmə ba'd. Bu illər Allahın izni ilə, gücü və qüvvəti ilə Ad və Sifətlər tövhidindən 3-cü dərsə davam edirik inşallah. Keçən dərsimizdə dedik ki, Allahın kəlamı haqqında, Allahın kəlamı Quran-ı Kərim, Quran-ı Kərim Allahın kəlamıdır, məxluq deyil. Sonda orada ərəb dili qrammatikası ilə bağlı 2 dənə məsələyə toxunmuşdum. O haqda bəzi qardaşlar istədilər ki, ona biraz daha aydınlıq getirməyə. Təkrar edim ora. İnşallah yenə dönəcəyik Allahın izni 3-cü dərsə. Yenə elə kəlam haqqında olacaq. Dedik ki, orada ayətlərdə keçən, Nisa surasında keçən Allah Subhanahu taala hansı ki buyurur ki, وَكَلَّمَ اللّٰهُ مُوسَى تَكْلِيمًا. Orada Allah sözünün üzərində ləfz-i cəlaləni götürüb fəthəni qoyanda, yəni bir mənada orada danışan Musa aleyhisselam olur. Onların o ayəni dəyişməkdə məqsədləri, təhrif etməkdə məqsədləri odur ki, Allaha yox, danışığı Musaya nisbət etsinlər. Fikir verdiniz? Orada yuharrifunel kəlimə. Kəlamı neynirlər? Yəni Allahın bu kəlamını dəyişirlər. Allah sözünün üzərindən fəthəni, damməni götürüb fəthəni qoyurlar. Fəthəni, hərfinin əni bildirən fəthədir. Onu qoyurlar. Orada qoyanda o nə olur? Və kəlləməllahu Musa. Və kəlləməllahə olur. Kəlləməllah. Niyə görə belə eləyirlər? Ona görə belə eləyirlər ki, yəni Musa danışdı. Musa danışdı. Allah yox. Niyə görə? Onlarda məqsəd odur ki, Allahın danışığını onlar inkar edirlər. Cəhmiyyələr və həmçinin nədir? Kəlam sifətini. Əşarilər, maturidilər və onlara oxşarları. Allahın kəlam sifətini inkar edirlər deyənə təhrif edirlər. Lakin o birisi ayədə isə, Ərəf surasında olan ayədə وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ. Burada isə nədir? Dəyişə bilmirlər. Burada isə dəyişə bilmirlər. Onların da şərhi keçmişdir. Bu il Allahın izni ilə nə edəcəyik? Bu illəri 6 yöndən, 6 mərhələ ilə öyrənəcəyik ki, Allah Subhanahu taala'nın sözlərinin həqiqi olması, Allahın kəlamının həqiqi olması və bir də məcaz haqqında danışacağıq. Dedik ki, Allahın kəlamı həqiqətdir, məcaz deyil. Məcazın da növlərini öyrənəcəyik və Allahın kəlamının Subhanahu taala'nın 6 yönlə, 6 mərhələ ilə öyrənəcəyik inşallah. Dedik ki, dərsimizin ünvanı necə idi dünənləri? Aqidətü əhl-sünnəti vəl-cəmaə fi kələmillahi azza və cəllə. Əhl-sünnənin, sələfilərin Allahın kəlamı barədə mövqeyi. Ən birincisi, kələmullahi alə haqiqatin, Allahın kəlamı həqiqətdir. Məcaz deyil. Buranı yadda saxlayın. Allahın kəlamı həqiqətdir, məcaz deyil. İnşallah ki, məcaz haqqında danışacağıq. İkincisi, kələmullahi lafzan və mə'nən. Allahın kəlamı ləfz və mənadır. Ləfz və mənadır. Üçüncüsü, kələmullahi savtun lə yushbihul əsvat. Allahın kəlamı heç bir səslərə oxşamayan səsdir. Allahın kəlamı heç bir səslərə oxşamayan səsdir. Bunu hardan götürürük? Xatırlayırsınızsa həmişə deyirik ki, bu ayəni Allah Subhanahu taala Şura surasının 11-ci ayəsində buyurur ki, leysə kemislihi şeyun və huves semiul basir. Allahın bənzəri yoxdur, o eşidəndir, biləndir. O eşidəndir, biləndir. Və huves semiul basir. Deməli, dedik ki, bu ayətdə də isbat var, inkar var. Birinci cümlədə inkar var, ikinci cümlədə nə var? İsbat var. Birinci cümlədə leysə kemislihi şeyun. Allahın heç bir bənzəri yoxdur. Elə buna görə də deyirik ki, kələmullahi savtun lə yushbihul əsvat. Allahın kəlamı səsi heç bir səslərə oxşayan səs deyil. Kimsə gəlib deməsin ki, misal üçün mən də Quran oxuyuram. Deyəndə ki, elhamdülillahi rabbil alemin. Bu ayəni oxuyanda, yəni mənim də səsim Allahın səsi kimidirmi? Və yaxud Allahın səsi də mənim səsim kimidir? Bu olmasın deyənə, insanlarda bu vahım yaranmasın deyənə deyirik ki, nədir? Leysə kəmislihi şeyun. Bütün məsələlərdə, subhanallah. Ad və Sifətlər tövhidində bütün məsələlər deyirik ki, leysə kəmislihi şeyun. Allahın Subhanahu taala'nın bənzəri yoxdur. Və huves semiul basir. Və o eşidəndir, görəndir. Deməli, birinci cümlədə inkar var, ikinci cümlədə nə var? İsbat var. Eşitməsi, görməsi də dedik ki, özünə yaraşan şəkillər. Eşitməsi və görməsi özünə yaraşan şəkillər. Dördüncüsündə kələmullahi mutaalliqun bi məşiyyətihi və ixtiyarihi. Allahın kəlamı istəyinə və iradəsi ilə əlaqəlidir. Allahın kəlamı istəyi və iradəsi ilə əlaqəlidir. Bu nə deməkdir? Allah istəyəndə danışır Subhanahu taala. Allah istəyəndə istədiyi vaxtı yəni izə arada ən yetəkəlləm. İstədiyi vaxtı nə edir? Danışır Subhanahu və Teala.
Beşincisində kelamullahi sıfatun zatiyyətun və fi'liyyə. Allahın kəlamı həm zatı, həm də fiili sifətidir. Allahın kəlamı, kəlam sifəti həm zatıdır, həm də nədir? Fiilidir. Altıncısı kelamullahi qadimun nəv'i və hadisil əhəd. Altıncı məsələdə diqqətli olmaq lazım. Bunu ciddi şəkildə öyrənmək lazım. Çünki başqa firqələrdə də var bu. Amma əhl-i-sünnədə bu cür nə deyil. Onlar başqa cür yozum gətirirlər bu altıncı sifətə. Amma əhl-i-sünnədə nə cür? Diqqətli olaq. Deməli, kelamullahi qadimun nəv'i və hadisil əhəd. Nə deməkdir? Allahın kəlamı növü qədim, fərdləri isə yenidir. Allahın kəlamının növü, kəlamın növü özü qədimdir. Yəni qədim bir mənada əvvəldən olub, əzəldən olub. Subhanahu teala Allah həmişə danışıb. İndi bunun da şərhi gələcək. Və növləri nədir? Növləri yenidir. Növləri yenidir nə deməkdir? Yəni bir mənada başqa bir yerdən, başqa bir məsələni inşallah burada qeyd edim, sonra qayıdacağım bu 6-cı məsələ. Yəni qadimun deyəndə növünün qədim olduğunu dedikdə, yəni mə kənə acizən mislus səbi əlləzi la yaqdiru alə ən yətəkəlləmə thumma sara yətəkəlləm. Deyir ki, qadim deyəndə bu o mənaya gəlmir ki, Allah aciz olub kəlamdan haçansa uşaq kimi bacarmayıb. Deyək ki, təzə uşaq dünyaya gələndə danışa bilirmi? Danışa bilmir, düzdür. Sonradan bir müddətdən sonra danışır, düzdür. Allah subhanahu teala bu cür olmuyor. Allah kəlamdan aciz olmuyor, heç vaxt, subhanahu teala. Allahu ləm yəzəl yətəkəlləm idə şəə bimə şəə. Həzə mə'nə qadimun nəv. Yəni, qadimun nəvun mənası budur ki, növünün qədim olmasının mənası budur ki, diqqətli olun bu məsələyə. Allah subhanahu teala əzəldən danışıbdır, subhanahu teala. İdə şəə, istədiyi vaxtı, bimə şəə, istədiyini danışıb. İstədiyi vaxtı, istədiyini danışıb, subhanahu və teala. Qadimun nəv bu deməkdir. Və hadisul əhəd nə deməkdir? Və hadisul əhəd, yəni bir mənada növlərinin yeni olması. Növlərinin yeni. Yəni deməli, kəlamın özü qədimdir. Kəlamın özü qədimdir, əzəldən olub. Və növləri nədir? Yenidir. İndi bunu öyrənəcəyik inşallah. Allah subhanahu wa ta'ala'nın qulları ilə danışması. Limən şəə min ibadihi. Qullarından hər hansı biri ilə danışması. Fikir verin. Təklimuhu lil mələikəti yevmə kənə yuxatibuhum fi şə'ni Ədəmə. Hədə fi vaxtihi. Allah subhanahu wa ta'ala, diqqətli olun, Allah subhanahu wa ta'ala Adəm əleyhissalam haqqında mələklərlə danışanda fikir verirsiniz. Bu fərdin yeni olmasıdır. Mələklərlə Allah Adəmin şə'ni haqqında danışırdı, elə deyilmi? Subhanahu wa ta'ala. Bu da Bəqara surasında keçir, Əl-Bəqara surasında keçir. Həmin bu vaxt kəlamın özü var idi. Sadəcə olaraq nədir? Növü yeni idi. Hadisul əhəd o deməkdir ki, yəni fərdi olaraq o kəlmələr hansı ki Allah subhanahu teala Adəmin haqqında danışanda mələklərlə yeni kəlam idi, elə deyilmi? Yeni kəlam idi. Sonra deyir ki burada və xitabuhu li Musa fi vaxtihi. Musa aleyhissalam ilə danışanda Allah subhanahu teala hansı ki o vaxt ki Musa ilə danışdı, yeniləndi kəlam, elə deyilmi? Kəlam yeniləndi. Və xitabuhu lin-nas yawmal qiyamah. İnsanlara Allah subhanahu teala qiyamət günü nə edəcək? Xitab edəcək. Həl nidauhu. Burada müəllif sual verir. Deyir ki, həl nidauhu lil-müşrikinə və xitabuhu lir-rusul yawmal qiyaməti huwa mevcudun al'an. Sual verir. Deyir ki, Allahın nidası, Allah nida edəcək qiyamət günü müşriklərə, kafirlərə, müsəlmanlara və rasullara. Həmin o edəcəyi ki, qiyamət günü edəcək, nida edəcək, xitab edəcək. Həmin o ediləcək xitab indi varmı? Yox. İndi yox. Deməli nə olacaq? Həmin vaxt olacaq. Deməli nədir? Növlər fərqlidir. Amma dedi ki, qadimun nəv' Allahın sözünün qədim olması mövcuddur, həmişə olub kəlamı. Amma danışıqlar nə olub? Və hadisil əhəd nə deməkdir? Yerinə görə, məqamına görə dəyişir. Təkrar edən bu 6 məsələ yenidən. Kələmullahi alə haqiqa. Deyəndə nə başa düşürük? Abdülxaliq qardaş, Allahın kəlamı həqiqətdir, məcaz deyil. Allahın kəlamı həqiqətdir, məcaz deyil. Məcaz haqqında inşallah indi danışacaq. İkinci növü, kələmullahi lafzan və mə'nən. Allahın kəlamı ləfz və mənadır. Kələmullahi savutun lə yuşbihul əsvad. Allahın kəlamı heç bir səslərə oxşamayan səsdir. Kələmullahi mutaalliqun bi məşiətihi və ixtiyarihi. Allahın kəlamı istəyi və iradəsi ilə əlaqəlidir.
Beşincisi kelamullahi sıfatun zatiyyetun ve fi'liyyetun. Kelamı, Allah'ın kelamı hem zatı hem de fiili sıfatıdır. Hem zatı hem de fiili sıfatıdır. Altıncıda dedi ki kelamullahi kadimun nev'i ve hadisil ahad. Allah'ın kelamı növü qədim, fərqləri isə yenidir. Bunun haqqında da danışıqda izah edib, düzdür. Kəlamı olaraq Allah Subhanahu Teala'nın növü qədimdir. Əvvəllərdən danışıb Subhanahu Teala. Fikir verdiniz neçə mərhələlər oldu. Orada Allah Subhanahu Teala Adem Aleyhisselam haqqında mələklərlə danışanda bu bir dənə mi kəlam idi? Təkrarlanır da kəlam, elə deyilmi? İstədiyi vaxt danışır Subhanahu Teala. Kəlam nə olur? Təkrarlanır. Həmçinin Musa ilə danışması, Adem ilə Musa'nın arasında fərq yoxdurmu? Məsafə yoxdurmu? Var. Neçə əsrlər, düzdür. Və qiyamət günü Allah Subhanahu Teala danışacaq. Məsafə yoxdurmu? Var. Deməli nədir? Allah Subhanahu Teala istədiyi vaxtı istədiyini danışır. Dedi ki, məcaz haqqında da inşallah ki danışacağıq. Məcaz nədir? Məcaza da geniş şəkildə Allahın izni ilə bacardıqsa burada şərh gələcək. Əl-məcazu lüğətən cəzə yəcuzu feilindən götürür. Əl-məcazu lüğətən cəzə yəcuzu. Lüğətdə. İstilahən şəriətdə məcaz nə deməkdir? İqamətud dəlil sarifi anil haqiqati. Bir şeyi həqiqiliyini, bir şeyin həqiqətini, mənasını digər bir şeyə dəyişmək. Məcaz o demək. Bir şeyi, həqiqi olan bir şeyi başqa bir şeyə dəyişmək. Başqa bir şey dəyişmək, dəyişilən şey həqiqilikdən çıxır artıq. Həqiqilikdən çıxır. Bir misal verəcəm inşallah, geniş şəkildə fəhm edəcək. Deyirəm ki, usul elmində belə bir həmişə misal çəkirlər. Deyirlər ki, əl-əsədu yaxtubu aləl minbəri. Deyirlər ki, şir minbərdə xütbə verir. Şir minbərdə xütbə verir. Şir minbərdə xütbə verir deyəndə bizim ağımıza nə gəlir? Yəni, həqiqi şirdirmi? Şir heyvanı qalxıb minbərdə xütbə verir. Xeyr. Ağımıza gələn o nədir? Fəsahətli, bəlağətli bir nəfər xatib olan, gözəl şəkildə xütbə verən birisi minbərə çıxanda cəmaatı heyrana gətirir. Gözəl şəkildə heyran edici şəkildə xütbə verir. Elə xütbə verir ki, şir kimi. Deyirlər ki, filan kəs maşallah şir kimidir. Fikir verdiniz məcaz elminə, fikir verdiniz məcaza. Deyir ki, əl-əsədu yaxtubu aləl minbər. Deyəndə, usul elmində, insanların ağlına gələn nə olur? Əş-şucaə, şucaətli şəkildə. Birisi nədir? Fəsahətli şəkildə, bəlağətli şəkildə xütbə verən birisidir, minbərdə olan. Yoxsa insanların ağlına gələn o deyil ki, nə olsun? Şir heyvanı çıxıb xütbə verirmi? Görmürsünüz mi, dənə ki, bir şey çıxıb xütbə versin? Dayı. Məcaza mane olan bəzi məsələlər var. Məcaza mane olan bəzi məsələlər var. Onları inşallah öyrənəcək Allahın izniyle. Ən birincisi, məcaza mane olan muhaliful asıl. Muhaliful asıl. Əslə müxalif olmasıdır. Əslə müxalif olması. Ləənnəl asla fil kələmi haqiqa. Ləənnəl asla fil kələmi əl-haqiqa. Çünki kəlam haqqında əsl odur ki, həqiqətdir. Kəlam haqqında əsl olan nədir? Həqiqətdir. Allahın kəlamını eşitdikdə birinci başa düşəcəyimiz nə olur? Başa düşdüyümüz nə olur? Həqiqət olur, məcaz olmur. Yəni Allahın kəlamının məcazı yoxdur. Biraz öncə çəkdiyim misal çəkdik nədir? Əl-əsədu yaxtub aləl minbər deyəndə nədir? Orada məcaz var. Orada məcaz var. Şucaətli bir kişinin misalını çəkdik, düzdür? Lakin məcaza mane olan məsələlər, əşyalar hansı ki bunları sayıran bir-bir. Birincisi nə idi? Birincisi müxaliful asıl. Nədir? Əslə müxalif olması. Əslə müxalif olması. İkincisi ennel məcazə yuxaliful zahir. İkincisi nədir? Zahirə müxalifdir. Zahiri bir şeyə müxalifdir məcaz. Üçüncüsü bir şeyin çoxlu sayda gəlməsi. Bir şeyin çoxlu sayda gəlməsi. Misal üçün. Allah Subhanahu wa Ta'ala öz haqqında danışanda, Allah Subhanahu wa Ta'ala öz haqqında xəbər verəndə, misal üçün əl-yədu, yədun. Əlin bir neçə adları var ərəb dilində. Əl deyəndə bir neçə adlar var. Yədun, əl-kəffu, əl-yəminu, əl-qabdu. Bunlar hamısı nədir? Hamısı ələ işarə edir. Hamısı nəyə işarə edir? Ələ. Hamı bilir ki, ərəblərdə deyəndə ki, əl-kəffu, ərəblər başa düşür ki, əldən söhbət gedir. Əl-yədu deyəndə əldən söhbət gedir. Əl-yəminu deyəndə əldən söhbət gedir. Əl-qabdu deyəndə əldən söhbət gedir. Çoxlu şəkildə misallar olduğundan dolayı, yəni çoxlu şəkildə misallar olduğundan dolayı məcaz etmək olmur. Məcaza yozmaq olmur.
Çünki nəyə görə? Bunun çoxlu sayda nədir? Misalları var. Beşincisi nədir? Barakallahu fikum. Beşincisi də nədir? Dəlillərin növləri. Dəlillərin növləri. Nə demək? Misal üçün, Allah Subhanahu wa Ta'ala'nın ərşdə olması haqqında bir neçə dəlillər var. Elə deyilmi? Allahın ərşə istiva etməsi haqqında bir neçə dəlillər var. Misal üçün buna istava. Allah Subhanahu wa Ta'ala buyurur ki,Ər-Rahmanu aləl-arş istava. Elə deyilmi? Allah Rahman ərşə istiva et. Bunu heç vaxt yozmaq olmur, heç vaxt məcaz etmək olmur bu məsələləri. Niyə görə? Çünki bu haqda bir neçə dəlillər var. Fikir verin. Əl-istava 1. Vəl-ulu yüksəklik 2. Əl-əşyəu su'udul əşyəi ileyhi və nuzuluhu minhu. Fikir verirsiniz. Əşyaların Allaha qalxması və ondan enməsi. Elə deyilmi? Bunlar hamısı nədir? Buna deyirlər ki, nəv'ul ədillə. Nəv'ul ədillə çox olduğu üçün məcaz etmək mümkün olmur. Məcaz etmək nədir? Məcaz etmək nə demişdik tərcüməsində? Bir şeyi, yəni həqiqiliyini, həqiqi mənasını digər bir şey çevirmək. Həmin o çevrilən şey, çevrilərkən nə olur? Həqiqətdən çıxır. Qeyri-həqiqi olur. Yəni, ümid edirəm ki, bu qədər kifayətdir. Allahdan dilərəm ki, Allah Subhanahu Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allahın izni ilə gələn dərslərdə yenə inşallah ki, ad və sifətlər tövhidinə davam edəcəyik. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.